Hər kisədə endirim. Salam dostlar, hər vaxtınız xeyirli olsun, gününüz uğurlu olsun. Yenə də canlı hardayıq? Dəyişməz ünvanımız olan bizim MRT inşaatda mənim tərəf müqavilim yenə mənimlə bərabərdir. Elə daxil olar olmaz göz önümüzdə oldu və bu barədə də dostlara məlumat verir ki, Arko sementində hər kisənin içərisində 20 qəpik nədir? Hədiyyədir. Tək bununla bitmir. Eyni zamanda burada növbəti bizim sikamız var. 30 qəpik içərisində endirimimiz var, əziz dostlar. Eyni zamanda fiberimizdə 40 qəpik endirim var. Yəni endirim deyəndə bunun içərisində kupondur. Kuponlar var. Açırsınız kisəni gətirirsiniz, burada bizə təqdim edirsiniz. Satış ofisine təqdim edirsiniz. Elə bil hər kisəni 30 qəpiyə, 20 qəpiyə və 40 qəpiyə ucuz alırsınız. Bəli, tamamilə yenə daxil oluruq içəri. Bizim burada yeni məhsulumuz var. Yeni məhsulumuz. Yeni məhsuldur, bəli. Kərpislər. İçərisi boş kərpisi bunlar. Bəli, bunların çox buyurun baxanda da görünür. Amma ağırdır. Bu yəqin ki mişmiş şərp. Bundan harda istifadə olunur? Bu mütəmadi olaraq müəyyən bəzək balkonlarda, və məsəl üçün götürək istixanalarda. Elə baxıram həm ağırlığına görə, bəlkə peşlərin içindən də istifadə etmək olar buna. Bəli, tamamilə doğru. Çox möhkəm, çox ağır, çox dolu materialdır. Yəni ayı balası həm də yeni malımızdır, bəli. Ayı balası kimi yəni içi deşiklikdə dördə İçi boş deyil. Ağırlığın yəni Dədə baba çox adam bunu deyir, Dədə baba kərpic. Hər gün yenilənir, hər gün gəlir. Burada bizim yenə də dəyişməz olan setkalarımız böyük ölçüdən tutmuş ən kiçik ölçüyə qədər. Yəni belə deyək, cücə saxlamaqdan tutmuş fil saxlamağa qədər setkalarımız var burada. Həm də müxtəlif ölçülər var, və müştəriləri baxmaqdan da ən rahat yolunu üstlərinə həm nömrə olaraq nömrə yazmışıq, razmer olaraq razmeri yazmışıq, və qiymət olaraq qiymət yazmışıq. Bəli, tamamilə doğru. Bununla kifayətlənmir də, yəni bizim əsas yerimizdə var, orada bu setkalar, prosesindən bir dənə vitin. Armaturlarımız kəsilib verməklə, profillərimiz kəsilib verməklə. Yəni insanlara 1 metr lazımsa 1 metr 50 sm lazımsa 50 sm, 5 metr lazımsa 5 metr. Burada seçim edirsiniz, alırsınız. Burada bizim peşəkar ustalarımız tərəfindən bax belə gözəllikdir. Bax müştəri sifarişidir əziz dostlar. Müştəri sifarişidir. Bunu 2 hissəyə böldürür. Bəli, bax 60-lı qolnikdir, 40-lı qolnikdir. Hal-hazırda 12 metrdən ibarətdir, Rus qolnikləridir. 6 metrdən böldürür. Yəni müştəri 6 metr istəyir, 6 metrdən doğrayıb verir və istənilən ölçü deyir, onu da həmçinin belə doğrayıb verir. Yəni bu pulsuzdur ha, bu ödənişsizdir. Yəni doğranıb vermək ödənişsizdir. Sonra armaturlarımız 10-luqdan tutmuş düz 25-ə kimi müxtəlif razmerlərdə, müxtəlif firmaların modelləri, markaları hamısı MRT inşaatda. Yəni ölçülərimiz var tam olaraq. Yenə də taxtalarımız var bizdən sol tərəfdə. Müştərilərin istəyi ilə avtomobili yüklənir, yenə də daşınır. Çünki yarımın 15-ə. Bax, belə ki, havalar bir qədər soyuyur, istilir, amma təmir tikinti işləri həyata keçirilir. Yay aylarında bünövrədən tikməyə başlayırlar. Bir qədər hava soyanda artıq iş tərəfinə keçirlər ki, təmir tikinti işlərini rahat apara bilsinlər. Hər şeyin yaxşı vaxtıdır. Hər şeyin. Həm də nəyə qeyd eləmək istəyirəm, daha o mövsüm üçün gözləməyə heç bir ehtiyac qalmır. Çünki yeni ixtiralar, yeni texnologiyalar hər şeyin tez zamanda qurumasına, möhkəm olmasına gətirib çıxardır. Qış aylarında təmir işləri aparanda müəyyən istilik peşlərindən istifadə edirlər ki, gipsin, şpakulyovkanın, üzün astarın qurulması. Ancaq indi müasir texnologiyadır. Buradan vurdum, buradan qurudu. Hamısının MRT inşaatı olaraq hər bir... Yenə Ağdağımız. Ağdağın astarı, bəli. Ustaların sevimlisi və əziz dostlarından olan Ağdağın astarıdır burada. Sonra azbentanit, bizim 50 kiloqramlıq yenə buradadır. Sonra şiferlər, buna da danışaq dostlar, müraciət edirlər. Azbest şifirləridir, azbest şifirləri. Bugün də istifadə olunur bunlar. Bəli. Əslində bu şifirlər çox gözəldir. Yayda mənzilin isti olmasının qarşısını alır, qışda isə soyuq olmasının qarşısını alır. Baxmayaraq ki, bir qədər çəkisi o birilərdən ağırdır, amma bunun dözümlüyü, uzun ömürlüyü daha çoxdur. Rəngi getmir, yağışa, suya, qara qarşı olduqca dayanıqlıdır. Səsə davamiyyətliyi var. Bəli. Yerli istehsaldır. 1 metrin 1.75 uzunluğu, 1 metrdə eni. Yaxşımadan yaxşı satılan mallardır. Əlbəttə, yağış yağanda evin içərisində səs də verilir. Kənd zonaları, bəli. İndi bir dəqiqə ən çox üstünlüyü profilasiyalar, telepisalara veriblər. Müəyyən amma rayondan, kənd yerindən gələnləri ancaq bundan istifadə edirlər. Köhnə kişili insanlar da o gözünü açıb ondan görüblər deyə ondan da vururlar.